O arılarda ümumiyyətlə mərhəmət deyilən bir şey yoxdur. Görürsünüz o qaralan arı var ha, bunu incidirlər. O qocalıqdır o. Ona görə bu gördüyün bu pətək var ya, arılar pətəyin içərisində buradan daxil olurlar. Götürüb, yəni arıların bir evidir də, evdən şöyle tulluyurlar bunu. Yazıq qocalıqdır, başından tük də tökülübdür, keçallaşıbdır, incidirlər onu. Bayaqdan müşahidə edirəm, bax görsən nə qədər qaralıb arxası. Uçdu, getdi yoxsa? Getdi. Sen deyirsən uçdun onu. Geldi yine, geldi. Ana. Girdi içeri. Girdi düştü tezden. Ben kameradan göremiyorum. Vurdu. Ana. Baba düşen yine. Düşen kimi yine götürdüler. Yine getirdi. Koy onu ben yine güya köməklik edim də öz aləmimdə. Ey, incitmeyin. Görürsünüz qocadır. İncitmeyin. Siz de qocalanda sizi də elə təpikləyəcəklər. Bu arıların qanunudur. Bu dəqiqə o arını incidən, bu yandaki yan yöresinde olan arılar da bir gün belə incidəcəklər digər arılar tərəfindən. Nesəgini çekeceği onlara ile programlar. 35 gün ömrü var arının bal sezonunda. Arının probegi var da. Allah Taala tərəfindən probeg qoyulubdur. Arı bilirsən ki şeydir də, yəni ki arı işləyəndə tez ölür. İşləməsə uzun müddət yaşaya bilir. Görsən necə incidirlər yazıqca. Sancım ben onu yoksa niye? Yo, didirlər onu. O iğnəsini hər dində istifadə etmirlər. Bizə qarşı istifadə edən iğnələri var ya onlara. Onu bilərekdən, özləri öləcək bilərekdən istifadə edirlər. Çünki onlar bilirlər ki, iğnə bağırsaqla yəni ki əlaqədardır da. Yəni iğnəniz Onu kamikaze kimi bir dəfə. Ay sağ, bir dəfə istifadə edirlər. Baba. O şey bu ayağına keçirtdi. Baba. Biraz arxana çəkin. Şey o pətəkdən tullayacaq indi içədə. Baxım çəkə biləcəm. Bu o özü getdi. Elə qoca yaman qoca çıxıb ya. Bu qoca əməli başı gücü zadı var. Bunu niyə öldürməyə çalışırlar? Qoyun gedib bal daşısın da. Yəqin ondan bilsən hər hansı xəstəlik müşahidə ediblər. Hər hansı bir pətəyə belə deyim ki, xeyrindən çox ziyan verəcək nəyisə aşkar ediblər. Ona görə onu incidirlər ki, pətəkdən qovurlar onu. Yəni gələcək nəsli uçuruma aparmasın deyə. Ona görə onu rədd edirlər işte. Qoca, biz hamımız qocalacaq, hamımız. Araba necə incidirlər. Utanmırlar, bir qocanın üstünə gör neçədən cavan düşübdür. Siz böyle